Salam dəyərli izləyicilər, bugün sizləri Qəbələ rayonunun mərkəzindən salamlayırıq. Belə gözəl bir villamızı təqdimatını edəcəyik inşallah. Dağ mənzərəli bu gözəl yerimizdə siz də qonaq ola bilərsiniz. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi villamızın geniş güllü çiçəkli həyəti var. Və burada gözəl bir baseynimiz mövcuddur və geniş bir söhbətgahımız var ki, 10 nəfər burada rahatlıqla istirahət edə bilər. Samavar, manqal öz yerində. Əziz izləyicilər, gözəl bir vişnəmiz də mövcuddur. İndi isə daxil olaq evimizə. Daxil olaq villamıza. Xoş gəlmişsiniz. Villamıza daxil olarkən birinci mərtəbədə belə bir sanitar qovşağımız mövcuddur. Qalxırıq ikinci mərtəbəyə. Evimizə girən kimi geniş bir salon otağımız mövcuddur. Burada Smart TV-dir, YouTube dəstəkləyir. Mətbəximiz bütün avadanlıq və əşyalarla təchiz olunmuşdur. İkinci mərtəbənin sanitar qovşağı və birinci yataq otağımız. Birinci yataq otağımızda 2 nəfərlik çarpayı mövcuddur ki, 2 nəfər rahatlıqla qala bilər. Və otaqlar qeyd edeyim ki, isti döşəmədən ibarətdir. İkinci yataq otağımızda 5 dənə təkli çarpayı var. Və sonuncu yataq otağımız kral dairəsi. Burada da 2 nəfər rahatlıqla qala bilər. Geniş bir qarderobumuz mövcuddur. Və gələk, ən əsas olan şey. Buyurun. Bütün Qəbələ efirdədir. Dəyərli izləyicilərimiz, videonun sonunda ümumi bir xatırlatma edim ki, villamız Qəbələ rayonunun mərkəzində yerləşir. Ümumilikdə 9 sot həyət yanı sahəsi var, geniş bir baseyn, 10 nəfərlik söhbətgahı mövcuddur. Villamız ümumilikdə 3 yataq otağından ibarətdir. Hər otaqda yay sezonuna görə ayrı-ayrılıqda kondisioner mövcuddur. 3 yataq otağı, 1 salon, 1 mətbəx, 2 sanitar qovşağından ibarətdir. Evdə lazım olan bütün əşya və avadanlıqlarla təchiz olunmuşdur. Toplamda 9-10 nəfər rahatlıqla gəlib istirahət edə bilər. Hər birinizi gözləyirik, xoş istirahətlər.